Salam uşaqlar, yadınıza gələrsə birinci bölüm NSS-də kariyer çəkdik. Kariyerdə birinci modda, birinci bölümümüzdə Yusuf Məmmədli diye bir kariyer açdıq. Kariyerimizdə gözəl oynadıq. 16 yaşımız var, 11 paramız var. Gol başına bir prim, maça 1. 4000 dəyərimiz var. Sözləşmədə hələ heç kimizə yer verməyib. Balaca bir insan kimi görünürük, amma balaca deyilik. 2 maçda 6 gol, 1 asist, 2 maç oyuncusu, yəni 2 maçda maç oyuncusu seçildi. Birinci maçda 4 gol atdıq, ikinci maçda 2 gol atdıq və 6 gola çatdıq. 2 maçda 6 gol, ligdə birinci elədim Karamanı. Karaman 2 maçı da qazandı. 6 puandan birinci sıradadır. Arkasından 1966 gəlir. Sahilin İskend İngol 19 dənə takım var belə. Bizim planımız Karamanı 2-ci ligə çıxartmaqdır. 2-ci ligdə çıxartmaqdır. Sonra isə 1-ci ligdə Beşiktaş, Fenerbahçe, Galatasaray kimi takımlar ilə savaşmaqdır. İndi oyunumuza tez keçək. Bir dəqiqə danışdıq. Keçdik. Şimdi burada enerjimiz biraz azdı. %61'di. İçaq bir dənə. Son işimiz var. Gücümüzdə 3 para qalana kadar satın alaq hızlıca. Biraz oyunun səsini azaltacağım. Hızlıca oyunumuza keçək. Karamanla Çağ 1966 ilə, yəni ikinci sıradaki takımla oynayacağız. Ata alıyorum, tez oynayaq. İlk 11'də başlatdı hoca. Zaten başlatmalıydı. Yəni məndən daha yaxşı oyuncusu yoxdur. Golumuzu atdıq K 1966'ya. Şimdi hücumdadır onlar. Bizdə məndə top. Şimdi buradaki dostuma pasımı atacağım. Koşu yoluna aydı. Çok attım biraz. Çok getdi top. Şimdi enerjim yaxşıdır. İçməyəcəm. Bura bir tane vura bilər miyim qolumu? Ayda. Biraz pis oynayam bu maçta. Kafa ilə məncə vura bilməyəcəm. Çünki kafa ilə çox yaxşı deyiləm. Kənara vurduk kafa ilə. Güzel bir goluydu. Şimdi topu yukarı kaldırdık. Altına girdik. Ayda. Pas işlerini çok yaxşı eləyə bildi. Ona görə asistim azdı 2 maçda. 90 dəqiqə 5 müdaxilədə 2 gol 0-0. Ayda maçın oyuncusu ala bilmədim. 30'luq moddluq mu bilmirəm. Baxmadım skora. Niyə baxmadım bilmirəm. 2-0 olmuş halde 2 gol da mən attım. Maçın oyuncusu ola bilmədik. Ama olsun. 2 goldan takımımızı uddurduq. Bizim fikrimiz maçın oyuncusu olmaq deyil. Takımımızı 2-ci ligə çıxartmaq. Hızlıca 2-ci maçımıza keçək. Taraftarlar mı, takım mı? Mən alkol tükətməyəcəm. Ona görə takımı seçəcəm. Taraftarları seçəcəm. Taraftarlar imza da ataq. Şimdi Altono ile oynayacağız. Altono ile 3. lig maçıdır. Kupa maçı hələ başlamayıbmış. Şimdi buradan güzel bir pas atarıq dostumuzun. Koşu yoluna rəqibə düşdü top. Yo, top bizim arkadaşımıza düşübmüş. Hədə takım rəqibə düşübmüş. Məncə rəqibə düşdü. Perfect, ayağına düzgün 27 metreden. Buradan vurmaq istəməyəm. Dostuma pas atacağım. Çok süper vurdum. Golü mən də atardım da. Yani takımla aramız biraz pisti. Bayaqda takım seçmədik. Çok pis uducuq. Yani mən takımı kurtarmalıyım şu an. Şu an çok pis yeniliyor. 2-1. Hadi top qabağıma düşdü. Kafa golü. Bayaqki kimi yenə bir də kafa golü ata bilərəmmi? Pozisyon boşa getdi. Çox da böyük gol ata bilərdik. Yarı qutaldı. 3-1 kaybeləyək. Atakda oyunu çıxacağım. Atdıq. Bir dənə də atarıq mı? Hadi.
Hadi 70-ci dəqiqədir. Nə olar bir atak bərabərə uduzmayaq. Bari bir puan qazan. Şükür. Hayır, çox alta vurdum. Ayda 0 1 3 5.5. Berbat oynadık. Uduzduq və 4-cü olduq. Ayda. Bu maçda takımı qurtara bilmədim. Amma moral pozmaq yoxdur. İkinci maçda yaxşı olacağız. Getdik. Çox hədəf qaçdıq. Axırıncıda da qapının ağzında yerə vurmalıydım. O da girmədi daha. Nə bax. Все, bu maçda amma o qolları qaçırmayacağım. Kəllə ilə perfect qollar atacağım. Bayaqdan sonra 2 qol attım maça girəndən sonra 2 kəllə o. Buradan da bir free-kickdən keçirsəm. Buradan mı? Buradan buradan. Ayda. Tuttu. Yaxşı 45-ci dəqiqədə 2 qol atdıq. Pas da atmaq lazımdır. Ya da bir dənə də atıb maçın oyuncusu olaram məncə. Çox yaxşı oynadıq. Bəzi topları qaçırdıq. Yəni onları da deməyim. Məsələn bunun kimi çox boş atdım ora. Amma yaxşıdır. 2 qolum vardı. Takımı qurtaran. Takımı qurtaran deyəndə rəqib atamadı. Mən nupam gerçekten. Danışanda pas ata bilmir. 5'den 2 şut 0-0. Berbat. Yani 7.8 verməzdim. Mən özümə 5 falan verərdim. Çünki berbat oynadım. Ancaq uşaq şu an bayaqki maçda pozduq. Çox biz pozduq bir də. Enerji. Azalsın enerjimiz itecek var. Bayaq çox biz pozduq. Haydi mən niyə 3 buraxmadım? Mən krampon alacaqdım özümə. Puh. Çox pis pozduq. Oğlum bayaq nə elədik biz? Necə uduzduq? 3-2. Atarım. Oğlum mən həqiqətən çok pis oynuyorum. Çok. Son vaxtlarda çok pis oynuyorum. Asist eləyəm. Ama niyeyse gol ata bilmiyorum. Çok pisləşməyə başladım gollarda. Gedib bir güc antrenmanı eləməliyəm ki, yaxşı qapıya tutan şutlarım olsun. Pas mı atım, çox asist elədim bu maç. Belə şut vuracağım bəlkə girdi. 25 metre. Haydi attılar. Bir dənə də atmasınlar beraber olacaq. Hoppa yarıyı 2-1 skorla bağladık. Bir dənə də atarsaq net deyəcəniz yəni udmamızı da adamlar 2 gol da ata bilməz qalan yarda. Sıca buradan ikinci golda mən atdım. Ayda direği sıyırdı. Ama bu da başarım verir Kaledri. Elə çox bərbət oynayamıyor. Çox. Topu bile sürəbilmir. Antrenör mənim bu maçdan sonra 9.5. Oha. Maçın oyuncusu kimi şeyəm də 9.5 məncə maçın oyuncusu. Acaba maçın oyuncusu mənə verə bilərsiniz mi? Verməsəniz küsərəm. 9.5 oynadım da nə istəyirsən mənə maçın oyuncusunu versən 6 maçda 11 gol attım. Püh. Atamadım. Ondan oynayandı o zaman. 4000 neydi mi? Mənim öləcək 3000 olduq. Ya da 3000 idik. İkinci bölümümüzü belə qutalaq. Sağ olun uşaqlar. Bu videoda belə qutaldı. Like atmayı, abone olmayı unutmayın. Sağlıcaqla qalın. Bay bay.